Salam əziz dostlar, deməli bu propolisdir. Propolis. Ağrı pətəklərimdən yığıram. Bu da zeytun yağıdır. Soyuq sıxım zeytun yağı. Propolisi bilirik ki, həmişə spirtdə qarışdırırlar. Bu da müsəlmanlara uyğun bir şey deyil. Həm də spirtdə onun bir çox vitaminləri, təsir edən xeyirli maddələri məhv olur, yox olur, gedir. İnşallah gözəl bir texnologiya ilə qaynatmadan propolisi zeytun yağında əridəcəyik, qarışdıracağıq, zeytun yağına qarışacaq. İnşallah deməli ölçüləri var. Yəni nə qədər gəldi atmaq olmaz. Müəyyən ölçüdə qarışdırılır, müəyyən ölçü olan yağa. Soyuq sıxım zeytun yağına. İnşallah bunu qarışdırandan sonra bütün vitaminləri bunun qalır. Xeyirli, təsir edici maddələri qalır. Qastrit, yazva, ümumiyyətlə mədə bağırsaq xəstəliklərinin mükəmməl bir xeyri var. İnşallah bunu həll edəcəyik. Həll edib, ondan sonra şəfa üçün istifadə edəcəyik. Zeytunu da, arını da və arının məhsulları, yəni arını deyilirsə, Quran-ı Kərimdə Allah Subhanahu taala bizə xeyirli olaraq tövsiyə edir. Və bunların ikisinin də bir yerdə qarışımı mükəmməl olmalıdır, inşallah. Bunu qarışdırandan sonra inşallah sizlə qarışımını paylaşacağım. Deməli, məhlulumuz hazırdır artıq. Propolislə zeytun yağı artıq birləşdi. Propolis zeytun yağının tərkibindədir, sağlam vəziyyətdə. Yəni spirtlə qarışdırılanda demək olar ki, propolisin 80% keyfiyyətli, xeyirli maddələri məhv olur. Qalır 20%. Yalnız bu zeytun yağı ilə, soyuq sıxım zeytun yağı ilə, müəyyən texnologiya ilə bunu birləşdirdikdə propolis bunun içində əriyir və bütün xeyirli maddələrini qoruyub saxlayır. Və bu min bir dərdə dərman, min bir xəstəliyə şəfadır. Deməli, mədə xəstəlikləri, burun-boğaz xəstəlikləri və üzdən hər bir heyvanın dişləməsi olan yerə vurulur krem kimi və yaxud sağalmayan yaralara vurulur. Çox möhtəşəm, çox gözəl təsiri var. Yəni, faydasını saymaqla qurtarmaz. İnşallah məndə satışda olacaq. İstəyənlər yazsınlar, istəyənlər desinlər. Mən inşallah qiymətini də deyərəm. Bu qədər. Gözəl, faydalı arının məhsullarından istifadə etmək hər bir kəsə şəfa gətirir. Və Allah Subhanahu taala bizə zeytun və arının bütün məhsullarını insan üçün şəfa bilib. Həqiqətən də böyük bir şəfadır. Həqiqətən də təbii, ximikatı, kimyası olmayan dəvadır. İstifadə etməyi tövsiyə olunur. İstəyənlər mənə yazıb əlaqə saxlaya bilərlər. Allah hər bir müsəlmana şəfa versin. Hər bir müsəlmana və onun ailəsinə sağlamlıq diləyirəm Allahdan, amin. Selamun Aleyküm və Rəhmətullah və Bərəkətuhu. Deməli, məzunumuz soyudu. Soyandan sonra belə balzam kimi olur. Bax, belə bir balzam kimi olur. Dediyimiz kimi, həm daxilə, həm də xarici istifadəyə çox gözəl fayda verir. Həm daxili orqanlara, həm də dəriyə, yaralara, həşəratlar tərəfindən dişlənmiş yerlərə fayda verir, tez sağaldır. Artıq məzunumuz soyudu.